Elmədin bəy, Qərbi Azərbaycanın hansı bölgəsindənsiz? Mən Cəfərov Elməddin Misiroğlu, biri birinci ay, yəni yanvar ayının biri 81-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində dünyaya gəlmişəm. Atam Cəfərov Misir İlyaoğlu, anam Cəfərova Südabə, ağamir qızı. Bütün nəsil kök hamısı Zodda olubdur. Doğmalarım, hamı da yəni demək olar ki, bir qohumlarımın bəzi hissələri Gəncədə yaşayıbdır əvvəldən, Samuqda, ata tərəfdən Samuqda, ana tərəfdən Gəncədə yaşayanlar, amma böyük hissəsi elə Zodda yaşayırdılar. O dövrləri, o illəri, uşaqlıq xatirələrinizi əgər yadınızda qalıbsa, necə xatırlayırsınız? Yaxud böyükləriniz onu necə xatırlayır evdə? Bax, oraları necə görürsünüz? Yadımda qalan kəndimizdir və bir şey yadımdadır. Kəndimizin, böyük kənd idi, Zod kəndi həqiqətən böyük idi. Yəni, bina evləri var idi, çünki dəlxana var idi, xəstəxana var idi, sonra qızıl mədəni var idi. Çox böyük kənd idi. Bildiyim qədər Göyçə mahalında ən böyük kəndlərdən bir ya birincisidir. Kənddə 2 dənə məktəb var idi, təsərrüfat böyüklüyünə görə deyirəm. Böyük məhəlləmiz var idi bizim, 2 dənə evimiz var idi. Çayın qırağındaydı biri, bir də belə yolun bu tərəfində idi evimiz. Yadıma yer çox gözəl idi ora. Nə məndə gözəl idi? Düzdür, qışı çox soyuq olurdu, qar yağırdı, belə çox qar yağırdı. Amma yazı, yayı o qədər gözəlliyi olurdu. İndi bir söz var idi, asfaltdan bezdi, asfalt doydu. Betonlaşmış şəhər deyil idi, tamam təbiət idi. İnsanlar çox isti idi. Hamı demək olar bir-birinə doğma idi. Bir yerdə, köşə yerində hamısı bir qohumluq bağı var idi. Nənəmgilə yedirdim, arxa tərəfdən nənəmgilə olurdu. Nə bilim, çox şirin idi. Bir də çox qabiliyyətli idi. Mən özüm tək apardım qoyunlarımızı, çaya sulayıb gətirirdim. Sonra atam deyir ki, 6 yaşım vardı, 5 yaşımda. Misal mən gəlinə 7 yaşım vardı. 5 yaşımda onda atam deyə bilir ki, apar qoyunları çaya, sula gətir. O boyutu qoyunu qavama aparırdı, salıb. İndi bəlkə bu yaşda boyutu qoyunu aparıb sağ-salamat gətirə bilmərəm. Onda həm güvən vardı valideynlərimizin ki, eləməli də oğlan uşağıdır. Həm də bir xoş xatirəsi var idi, çox xoşuma gəlir. Əyləncəmiz az idi, çünki qışdan əyləncə olacaq, qardı. Sumkanı qoyurduq, çantanı, məktəb çantanı dizimizin üstündə hündür yerdən belə sürüşürdük xızək kimi. Atam da söhbələşirdi, sumka həqiqətən yeyilirdi, tırılırdı. Belə də, bir də kəndin mərkəzində Alban məbədləri var idi. O çox yadımdadır, Alban daşları idi belə. Böyük kəndi. Mağazaların adı yadımda qalıb. Vəli dayının mağazası var idi, Fəxrəddinin mağazası var idi. Dərə yeri var idi. Biz lap əvvəl orada yaşamışıq. Mən bilmirəm, onu görməmişəm. Mən bu bir sevdamdan olmuşam. O dərə yerindən İnək dağı kəndinə yol gedirdi. Onlar çox şeylər, qəribə kadrlar yadımdadır, tekstlər, hadisələr yadımdadır. Çox gözəl idi. Çox xoşbəxtəm ki, onları yaşadım. 6 yaşında, 5 yaşında bağçadaydım, dərs oxuyurdum və yaxud filan idi, binanın həyatında oynayırdım deyə bir xatirəm də ola bilərdi. Amma mənim xatirəm daha böyükdür. Mən başqa bir dünyadaydım. Sonra bəlkə də o dünyaya gedə bilmədim heç. Fəqət o dünyanı yaşadım, o böyüklüyü gördüm, və oraları gördüm, o şeyləri yaşadım. Standart deyil. Və uşaqlığım bitdiyi vaxt var. O hamıda 10-15, məndə həmin gün bitdi. Zaten biz Göyçədən çıxan gün mənim uşaqlığım bitdi. Artıq bir başqa, bu nə cavanlıq idi, nə yeni yetməlik, nə qocalıq, bir başqa, heç kimi, çox az insanların yaşadığı bir, çünki yeni cəmiyyət, yeni insanlar səni qəbul eləmirlər, yeni sinif yoldaşları və bu uşaqlıq sayılmır axı. Mənim curam nə idi ki, mən uşaqlıq eləyəm. Mənim uşaqlığım oradaydı. O kənd çox gözəl idi. Ora çox gözəl idi. Hər şeylə, təbii balıq tuturduq çaydan. Böyle bildiyim balıq. Hər şey mükəmməl idi.
Amma gözümü yumanda ora deyirəm, hə? Nə yaxşı o var? Yaddaşımda, beynimdə, yaşamımda nə yaxşı var? Bir gün bitibdir. Okey, bitib. Amma ən azından var idi, yaşandı. Bir zamanlar üzüntüm çox idi ki, niyə bitdi? Sonra böyüdükcə, ətrafım çoxaldıqca, insanlarla danışdıqca, onun uşaqlığından danışdıqca baxırdım ki, niyə bitdi, yox. Belə də bitəcəkdi, belə də bitməli idi də. Nə yaxşı yaşandı, artıq onu düşünürəm. Nə yaxşı yaşandı o uşaqlıq. Çox pisdir, yəni o xatırlamaq istəməzdim. Hamı çıxdı, biz kişilər qaldı. Mənim 6-7 yaşım vardı, amma kişilər qalanda biz də qalmışdıq, qadınlarla uşaqlar çıxdı. Biz də uşaq idik, amma artıq birinci sinifdə oxuyuruqsa, biraz zod cəmaatı dəliqanlı idi. Getmirik, döyüşürük. Bilmirəm, tarixdən araşdırma eləsiniz, görəcəksiniz. Bizdə Ermənistanın o vaxt ki, Komünist Partiyasının rəhbəri gedir, nə idi? O gəldi, çıxartdı bizi. Daxili İşlər Naziri gəldi, bizim kəndi çıxartdı, yoxsa çıxmırdıq. Orada dəlixana var idi, xəstəxana var idi, hamısı qəşəng səliqəli. O həkimlər, orada olan kütlə, hamısını qəşəng yer-bəyər eləmişdik də. Onlar bizdə əsr fason idi və çıxmırıq. Biz niyə torpağı qoyaq çıxaq? Biz də qalmışdıq ona görə oğlan uşaqları ki, bəlkə nəyəsə kömək elədik. Amma bir yerdən sonra çıxmaq məcburiyyətinə qaldıq. Başladılar ki, bu dövlət xəttinə olan bir şeydir. Bu bizim seçimimiz deyil. Onda biz Kamaz zad var idi da, belə yük maşını zadı. Onun üstünə çıxırdıq və kadr gedir. Mən arxa tərəfdə oturmuşdum, belə görürəm. Bir müddətlik kəndimizdən çıxırıq. Elə düşünürdüm, elə bilirdik. O kadr yadıma düşür, həmşəri çıxırammış. Heç fərqində olmamışıq. Bu o baxış axırıncı dəfə baxışıymış kəndə. O kadr yadıma düşür, çox pis oldu. Bir dəfə yaşandı, bir dəfəlik yaşandı. Çox pis oldu. İstəmirəm onu, o kadrı yadıma salmaq istəmirəm, amma yadımdan da çıxmır. Uzaqlaşan mənzərə. Getdikcə uzaqlaşır və gözdən itdi, bitdi. Belə. Yaşadığım odur. Yaxşı şeylər də var təbii ki. Gözəlliyi falan. Amma həmişəlikdir deyirəm. Bax, bu xatirələr gözəldir, bu yaşantılar gözəldir və ümidimiz də böyükdür. İnşallah ki, ora gedəndə ilk ayaq basacağınız an, bax, o anı təsəvvür edirsinizmi? Edəcəyiniz şey nə olacaq? Ora gedəndə eləyəcəyim şey 200 şey ola bilər də, səssiz. Dərinə nəfəs almaq. Çoxlu baxmaq. Bir də ağlamaq. Bu üç şey. Yaşamadığım 40 il ağlamaq. Əlhəmdülillah, Allah daha gözəl həyat verdi belə, amma yurt başqa şeydir, doğulduğun yer başqa şeydir. Orada bəlkə də başqa cür olacaqdı. Bir sıradan əkinçi olacaqdım, çoban olacaqdım, mexanik olacaqdım. Fərqi yoxdur. Sən peşənlə xoşbəxt deyilsən ki, olduğunla xoşbəxtsən. Tamamlandığın şeylə xoşbəxtsən. Orada aktyor olmayacaqdım, başqa sahədə olacaqdım, amma olduğum yerdə olacaqdım. Ora, belə deyim, bizdə bir şey alınmayanda, insan həyatında nəyisə itirməyəndə onun o qədər dəyərini bilmir. Bəlkə dəyərini bilməyəcəkdik, sıradan gələcəkdi. Amma bu gün uşağımdan sualınızı cavab verirəm. Yaşamadığım 40 il kədərlərinəcəkdim ki, orada yaşamadım. Bitən uşaqlığıma, bir gündə bitən uşaqlığıma keçidinə yox. Bilirsən orada pis nə idi? Sən çıxırsan, eyni anda həmin doğulduğun yeri itirirsən. Yol səni oradan uzaqlaşdırır. Maşın getdikcə o məkandan uzaqlaşsan. Həm də paraleldə sənin uşaqlığın bitir. O maşın həm də sənin uşaqlıqdan
uzaqlaşdırır. Tam başqa bir dünya, başqa bir dövrə salır. Dövr deyəndə bir nə bu yenə deyirəm, nə uşaqlıqdır, nə gənclikdir, nə yeniyetmək, başqa bir dövr yaşamağa aparır səni. O tərəf aparır. Baxırsan kənddə gedir, doğulduğun yerdə gedir, uşaqlığın da orada qalır. Sonraki həyatım gözəl oldu, dostlar oldu, falan oldu, qəbul elədilər, sevdilər. Amma heç vaxt geriyə ala bilməyəcəyin şeyi itirdin. Yeni insanlar qazanmaq yaxşıdır, amma köhnə hər şey itirdin. Mən əslində deyəcəyim söz insanlara deyil. Çünki hər kəs adi Bakıdan belə Moskvaya gedən insan bir həsrəti olur. Və insan insana indi nəsə demək istəyir, zəhd eləyə bilir video görüntü ilə də. Bəlkə də torpağa deyirəm, mütləq bir gün qayıdacam və ya belə səndən bir bütün olacam. Ya orada ölmək üçün, ya da onun üstündə uzanıb onun qoxusunu almaq üçün.